Hər vaxtınız xeyirli olsun dəyərli dostlar. Bugün mən sizə vergi məcəlləsində dəyişilmiş maddələrdən biri olan sadələşmiş vergidən danışacağım. Çalışdığım qədər daha qısa və konkret məsələlərə toxunacağam. Ümumiyyətlə sadələşmiş vergi ilə bağlı keçmiş videolarımda, çəkilişlərimdə bəzi məqamlara toxunmuşdur. Qeyd edeyim ki, sadələşmiş vergi ödəyicisi kimdir? Sadələşmiş vergi ödəyicisi əlavə dəyər vergisi üzrə qeydiyyata alınmayan, ardıcıl 12 ayın istənilən ayında vergi tutulan həcmlərinin dəyəri 200 min manat və daha az olan şəxslər. Təbii ki, bunlar kimlərdir? Bu fəaliyyət növünə aiddir, sahibkarlıq fəaliyyətinə aiddir. İstehsalla məşğul olan şəxslər, ticarətlə məşğul olan şəxslər, xidmətlə məşğul olan şəxslər və ictimai yaşa. İctimai yaşa dediyimiz kimi qida məhsullarını, yəni restoran, kafe, bu tip məntəqələr sahibkarlıq fəaliyyətləri aid edilir. Və digər maddədə də qeyd olunur ki, əgər həmin dövriyyə 200 min manatdan daha çox olarsa, ictimai yaşa fəaliyyəti istisna digər fəaliyyətlər mənfəət və ƏDV ödəyicisi kimi qeydiyyata alınmalıdır və yəni sadələşmiş vergi ödəyicisi olmaq hüququnu itirir. İctimai yaşa isə seçim verilir. İstərlərsə sadələşmiş vergi ödəyicisi kimi qala bilərlər, amma təbii ki 2% hasilatdan 2% yox, 8% ödəniş eləməklə vergini təmin eləməklə fəaliyyətlərini davam etdirə bilər sadələşmiş vergi ödəyicisi kimi və yaxud da digərləri kimi mənfəət və ƏDV ödəyicisi kimi qeydiyyata düşə bilərlər. Bu illər olan dəyişikliklərdən əsas məsələlərdən biri sadələşmiş vergi ödəyicilərinə müəyyən yumşalmalar verilir, müəyyən güzəştlər tətbiq olunur. Qeyd edeyim ki, birinci güzəşt odur ki, birinci 200 minlik vergi tutulan həcm müəyyən olunan zaman əgər fəaliyyət növlərindən, yəni sadələşmiş vergi ödəyicisi kimi fəaliyyət göstərən bu 4 fəaliyyət növündə olan şəxslər postterminalla ödənən hissələri, təbii ki, burada fəlakətli satış vətəndaşlara birbaşa satışdan gedir. Ödənən hissəsinin 50% dövriyyədən çıxır. Yəni 0.5 əmrisal tətbiq olunur. Bu nə deməkdir? Şərti olaraq deyək ki, bir şirkətdir. Bunun həmin dövrdə, ardıcıl, yəni 12 aylıq dövründə vergi tutulan həcmini, vergi tutulan dövriyyəni müəyyən etmək üçün onun nağd ödənişləri 80 min, amma nağdsız, yəni postterminalla ödənişləri isə 140 min olmuşdur. Ümumilikdə baxanda 80 mindən 140 mini topladığımız zaman bu 200 minlik həcmi keçir, yəni bu bizdə olur 220 min. O deməkdir ki, 200 minlik vergi tutulan dövriyyə həcmini keçir. Amma bu ilki maddədə 218.1 xətt 1-ci maddədə isə bizə postterminalla ödənən hissənin dövriyyəyə aid olan hissəsi yalnız 0.5, yəni 50% aid olunur. Bu da deməkdir ki, 80 min nəqd ödəniş olduğu kimi qalır, amma postterminalla 140 min olan ödənişin isə 50% vergi tutulan dövriyyə olaraq tanınır. Yəni 140 minin 50% 0.5 əmsalı, bu demək ki 70 mini və 80 mindən də 70 mini topladığımız zaman görürük ki, biz 200 minlik həddi keçməmişik və o deməkdir ki, bu maddəyə əsasən siz sadələşmiş vergi ödəyicisi kimi fəaliyyətinizi davam etdirə bilərsiniz. Digər tərəfdən, bu təbii ki 2%-lə vergi ödəyicilərinə aiddir. Ancaq qeyd edim ki, ictimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşmiş vergi ödəyicilərinə də əlavə yumşaldılma tətbiq edilmişdir. Bu da vergi dərəcələri bölməsində 220-ci maddədə qeyd olunur. Əgər siz 220.1 xətt 1-ci maddədə qeyd olunur ki, hər hansısa bir ictimai yaşa fəaliyyətinə məşğul olan şəxslər 200 minlik həddi keçərsə və sadələşmiş vergi ödəyicisi kimi qalmaq hüququ olar, yalnız onlar 2%-dən yox 8%-dən vergi dərəcəsindən vergilərini tətbiq edəcək və qeyd olunur ki, əgər sizin postterminalla satışlarınız olarsa, təbii ki, əhaliyə və pərakəndə satışa olarsa, bu zaman postterminalla ödənən hissə 8%-dən yox 6%-dən vergiyə cəlb olunacaq. Misal üzərindən qeyd edeyim ki, şərti olaraq hər hansısa bir X restoranının 3 aylıq dövriyyəsi 250 min manatdır və 250 min manatı, 100 min manatı nağd şəkildə, 150 min manatı isə postterminalla ödəniş edilmişdir. Bu zaman bunun vergi tutulan hasilatı 100 min 8%-lə, 150 min isə 6%-lə hesablanıb vergiyə cəlb olunacaqdır.
Təbii ki, bu da sadələşmiş vergi ödəyicilərinə olan yumşalmadır. Ümumiyyətlə, bu 200 minlik dövriyyə ilə bağlı hüquqi mənfəət vergi ödəyicilərinə və yaxud da fiziki şəxslərin gəlir vergi ödəyicilərinə də bu tip yumşaldılmalar tətbiq olunub, ƏDV ilə bağlı, ƏDV dövriyyəsi ilə bağlı. Bunu da təbii ki, növbəti çəkilişlərimizdə mən sizə deyəcəm və təqdim edəcəm. Teşekkür ederim.